Hörmətli xanım sədr, hörmətli həmkarlarım, bu günlərdə ictimaiyyət arasında və mediada ən çox müzakirə edilən mövzu bir neçə gün bundan öncə Bakı Şəhər Səbail Rayon Məhkəməsinin qəbul etdiyi qərardır. Mətbuata da dərc edildiyi ki, məhkəmənin qərarına Cinayət Məcəlləsinin 274 dövlətə xəyanət, 278 hakimiyyəti zorla ələ keçirmə, 193 cinayət yolu ilə əldə edilmiş vəsaitlərin legallaşdırılması, ağır cinayətlər üzrə Ramiz Mehdiyev barəsində 4 ay müddətində ev tutsaxlığı qəti imkan tədbiri seçilibdir. Azərbaycan xalqı çox gözəl bilir ki, Ramiz Mehdiyev kimi yüzlərlə hakimiyyət hərisləri olsa belə 200 illik dünya erməniliyini, erməni lobbisini və işğalçı Ermənistanın arxasında dayanan super gücləri 44 gün ərzində məğlub edən müzəffər Ali Başkomandanımızın dəmir yumruğu qarşısında çox acizdirlər. Ölkəmizin ən çətin günlərində, ən çətin dövrlərində, 1994 və 98-ci illərdə dövlət çevrilişlərində cəhd olan dövrdə belə Azərbaycan xalqı Ulu Öndərimiz Heydər Əliyevin ətrafında sarsılmaz birlik nümayiş etdirdilər. Hesab edirəm ki, bugün dövlət çevrilişinə cəhd edən və hakimiyyəti zorla ələ keçirmək istəyən bu cinayətkar qüvvələr öz çirkli əməlləri ilə dövlətimizin qurucusu, bütün həyatını xalqının rifahına və dövlət müstəqilliyimizin sarsılmazlığına xidmət edən Heydər Əliyevə, Azərbaycan xalqını dünyada qalib xalq kimi tanıdan və beynəlxalq aləmdə dövlətimizə böyük imic qazandıran İlham Əliyevə və azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçmiş əziz şəhidlərimizin ruhuna qarşı ən ağır xəyanətdir. Sözsüz ki, Azərbaycan xalqı və gələcək nəsillər bu xəyanəti heç vaxt bağışlamayacaqdır. Və əlbəttə ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq dövlətçiliyimizə, dövlət başçısına, möhtərəm prezidentimizə qarşı xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında mütləq cavab verəcəkdir. Azərbaycan xalqı və ictimaiyyəti öz dövlətinə, prezidentinə, liderinə inanır, güvənir və hər zaman onun ətrafında sarsılmaz birlik nümayiş etdirir.